Salam aleyküm, hardayam, Masazırdayam. 2 mərtəbəli, bəli, 2 mərtəbəli mərkəz yerdə. Yer haqqında məlumat verim, sonra keçib evindən tanış edəcəm. Masazırda bələdiyyə var, köhnə bələdiyyə. Bax, düz orada, şokun arxası, yəni yeri olaraq idealdır. Həm 2 mərtəbədir, həm də yerdən 6 daş kürsüdədir. Həyətindən rahatlıqla maşın daxil olur. Baxın, həyəti normal genişlikdə də əsas odur, kreditdən verilir. Ev həqiqətən çox qəşəngdir. Axıra qədər baxın. Yəni qoşa, daşdır, kreditdən verilir. Bir dənə burada səliqəli zalıdır. Zalın ölçüsü də çox yaxşıdır. Panorama pəncərələrdir, kombi xətləri atılıb, hazır alıb günü sabah köçüb yaşaya bilərsən. Qaz, işıq, su, mərkəzi kanalizasiya, yaşayış üçün hər şey mövcuddur. Bir dənə burada səliqəli mətbəxlidir. Pəncərələrin qabağı boşdur. Ölçüləri bax genişdir. Laminatlar da ən buradan da qalxdıq. Orada da hamam sanuzeldir. Onun da təmiridir. Qalxıq ikinci mərtəbədən tanış olaq. Yuxarıda da 3 dənə otaqdır. Plus üstünlüyü nədir? Yuxarıda da hamam sanuzelinin olmalı. Bəzi evlərdə yoxdur hamam sanuzeli. Burada yuxarıda da proslantikası yoxdur. Burada da gəldi bir dənə də yataq otağı. Buradadır. Səliqəlidir. Qiymət baxımından yaxşı qiymətədir. Burada da bir dənə səliqəli zaldır. İstəsən yataq otağı kimi də elə bilərsən. Balkonlu bura. Qarşısı balkonlu, panoraması da promo harasa baxır. Burada da gəldi. Bir dənə də burada səliqəli yataq otağıdır. Ölçülər yaxşıdır. Qiymətə bax elə. Qiymət 50.000 manat verəcəksən, ümumi qiymət düşəcəksən 2 mərtəbə ev, Masazırda mərkəz yerdə. 50.000 ödənişdən ümumi qiymət neçəyə, heç neçəyə? Ümumi qiymət 90.000-ə. Nəqd eləsin amma 85.000-ə. Yəni qiymətinə görə ideal variantdır. Əlaqə saxlayın, hər qiymətə Masazırda evlər var. Yəni 50.000, 55.000, 60.000, yəni hər büdcəyə uyğun 100.000, 200.000 evlərimiz çoxdur. Kimdə evini satmaq istəyirsə xəbərləşsin, yoluna qoyaq. Sağ ol.